Yeni bir videodan hər birinizi salamlayıram. Bu videomuzda qutu açılışı videosu olacaq. Çox uzatmadan keçirəm qutunu açmağa. Siz isə bu müddət ərzində kanalımıza abunə olun. Deməli, bu son dövrlərdə bizdə də məşhurlaşmağa başlayan ekranda gördüyünüz bax bu cihazda maşın üçün bir aksesuardır. Mələk qanadları belə adlanır. Bunun 3 növü var. Bu növ o qədər də geniş yayılmıyor. Deməli, birinci növü əsasən qatlanan güzgüləri olan maşınlara quraşdırılır. Güzgünün altı deşilərək gördüyünüz bu hissə, yəni bu lazer olan işarəsi hissəsidir. Bu orada yerləşdirilir və oradan güzgülər açılanda qanadları, maşın qanadları açılmış kimi belə bir təsvir yaranır. Avropa ölkələrində bunun reklamlarında çox görmüşəm bu qaydada. Bizdə tam olaraq bilmirəm bunun cəriməsi varmı ya nəzərdə tutulmayıbmı? Həm də ki güzgünü hər kəs yəqin ki deşmək istəməz. Mən də güzgünü deşmək istəmədim. Ona görə o versiyasını almadım. İkinci bir versiya avtomobilin alt hissəsinə quraşdırılır. Bu da asfalt yollarda bəlkə də o qədər ziyan görməz, ancaq torpaq yollarda, əsasən də bitki örtüyü və yaxud başqa maneələr olan yollarda avtomobilin altı sürtülərkən həmin maneələrə, həmin o zərif bir yəni cihazdır göründüyü kimi o ziyan görə bilər. Ona görə sonuncu olaraq bu versiyada o qədər də geniş yayılmayıb, yenidir. Həm də biraz riskli oldu. Həmişə incələyib alırdım, alıcıların fikirlərini falan. Cəmi 2 nəfər almışdı bu məhsulu. Ancaq yenə də xoşuma gəldiyi üçün aldım. İndi bunu yoxlayaq, görək necə işləyir. Burada 2 ədəd 2 tərəfli yapışqan qoyublar özləri. Bunun arxa hissəsinə, bu hissəsinə uyğundur. Bu hissəsinə yapışdırıb, digər hissəsini isə avtomobilin qapısına yapışdırırsınız. Bu bir cütdür, ön qapılar üçün nəzərdə tutmuşam, ancaq 2 cüt alsanız arxa qapılara da qoymaq olar. 3 ədəd 3A deyilən bu nazik ölçülü, kiçik ölçülü batareyalar işləyir. Yəni yerləşdirək içərisinə. Batareyaları yerləşdirdikdən sonra üst qapağını da bağlayaq. Və burada işə salınan düymə var. Birinci işə salmaq üçündür və ümumiyyətlə söndürmək üçündür. Burada isə gördüyünüz sensor var burada. Yəni maşın qapısı örtüldükdə bunun işləməsi dayanır. Açıldıqda isə işə düşür. Belə işıq yandı, belə göstərim burada. Gördüyünüz kimi mələk qanadı bu sağ qapınındır. Digər isə o birisinin də işləməsini yoxlayaq. Görək o necə işləyir. Bu da eyni qaydada. Bu da sol qapınındır. Avtomobilin üzərinə quraşdırandan sonra baxaq görək orada necə görünür. Məncə çox gözəl görünür. Çox zövqlü görünür. Maşında daha yaxşı biləcək necə göründüyünü. Sensörü də bu arada yoxlayaq. Deməli, işıq yanır. Qapı örtüldükdə bu hissə, yəni qapının, maşının yəni alt hissəsinə yaxınlaşır. Qapının ağızlıq hissəsinə və açıldıqda yanır.
İki tərəfli yapışqanla maşının qapısının bu hissəsinə yapışdırırsınız. Çalışın ki, hər iki qapıda eyni yerə yapışdırasınız ki, görüntü normal görünsün, yəni fərqli məsafədə görünməsin.